Salam dəyərli şagirdlər, bugün biz kimya 8-ci sinif iş dəftərində 3.1 və 3.2 mövzularının başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə kimyəvi reaksiyanın təsnifatına baxaq. Aşağıdakı söz tənliklərini kimyəvi tənliklər ilə ifadə et. Birincidə bizə yazıb, metan üzərinə gəlsin oksigen, karbon qazı ilə suyu əmələ gətirir. Yəni yazaq uşaqlar. Metanın formulu CH4, üzərinə oksigen, yəni O2-ni gəlib, alıb karbon qazı CO2, üzərinə gəlinsin suyu, yəni H2-ni alacaq. Reaksiya tənliyini əmsallaşdırsaq uşaqlar, biz görürük ki, hidrogen 2 dənədir, sol tərəfdə hidrogen isə 4 dənədir. Deməli, sağ tərəfdə hidrogenin qarşısına 2-ni atıram, 4 dənə hidrogen olur. Sağ tərəfdə, sol tərəfdə də 4 dənə hidrogen olacaq. Oksigenlərə baxsaq, görürük ki, sağ tərəfdə oksigen 2 burada, 2 vurulsun 1, 4, 2 dənə də burada, deməli cəmi 4 oksigen olacaq. Buna görə də sol tərəfdə də oksigenin qarşısına 2-ni atmalıyam ki, 2 vurulsun 2, 4 dənə oksigen olsun. Deməli, CH4-lər də görürəm ki, karbonlar zaten 1, 1-dir, oksigenlərimiz 4 oldu, hidrogenlərimiz də 4 olduğu üçün reaksiya tənliyini əmsallaşdırdıq. İkinciyə baxaq. Magnezium üzərinə gəlinsin xlor, alınıb magnezium xlorid. Magnezium xlorid, yəni magnezium xlorçini almış oluruq. Buradan da zaten xlorlarımızın sayı 2 dənə və magneziumumuzun da sayı 1 olduğu üçün reaksiya tənliyi əmsallaşmış olur. Üçüncüdə natrium hidroksid, yəni natrium OH üzərinə gəlinsin xlorid turşusu, yəni H-xlor, alınıb natrium xlorid, üzərinə gəlinsin su. Reaksiyaya baxsaq, görürük ki, uşaqlar, hidrogenlərimizin sayı fərqlidir. Oksigenlərimizin sayı, baxsaq, natrium görürük ki, 1 dənədir. Sol tərəfdə, sağ tərəfdə də 1 dənə olacaq. Daha sonra oksigen görürük ki, sol tərəfdə 1 dənədir. Sağ tərəfdə də 1 dənə olacaq. Hidrogen isə 2 dənədir. Elə sağ tərəfdə də 2 olacaq. Deməli, reaksiya tənliyimiz elə əmsallaşmış olur uşaqlar. Dördüncüyə baxaq. Kalsium. Kalsium. Üzərinə gəlinsin azot. İçini yaxşı yazmadı. Alınır. Kalsium nitrit. Yəni kalsium. Burada nitritini deyə bilərsiniz ki, müəllim, bunun formulunu necə yaza bilərik uşaqlar? Baxın, kalsiumun özü 2 valentlidir. Azotun özü isə neçə valentlidir uşaqlar? 3 valentlidir. Buna görə də biz bunları 10 üzərini yazsaq, çarpazlama şərtindən istifadə eləyərək formulumuzu müəyyən edə bilərik. Yəni 3 gəlib kalsiumun ayağına düşməlidir. Kalsiumun valentliyi isə, yəni 2 isə azotun ayağına düşməlidir. Bununla da bizim formulumuz olacaq kalsium 3N2. 5-ciyə baxaq. Kükürt trioksid, yəni SO3. Üzərinə gəlsin su, H2O. Alınıb sulfat turşusu, yəni H2SO4. Bu qədər. Bizim birinci sualımız idi bu. İkinci suala baxaq. Aşağıdakı reaksiya tənliklərini tərtib et. Gəlin tərtib eləyək uşaqlar bunda. Hidrogenin yanma reaksiyası. Hidrogenin yanma reaksiyası deyirsə, H2 üzərinə gəlinsin, O2 alınır nə? H2O. Reaksiya tənliyini əmsallaşdırsaq, görürük ki, 2 oksigen var burada. Ona görə də sağ tərəfdə də 2-ni yazdım. 4 dənə hidrogen olduğu üçün sol tərəfdə də hidrogenin qarşısına 2 yazmalıyam ki, reaksiya tənliyi əmsallaşsın. İkinciyə baxıram. Amonyakın, yəni NH3-ün üzərinə gəlir su. Su ilə reaksiyası nəticəsində alınacaq uşaqlar. Baxın, N. Hidrogendən neçə dənədir? 3 buradadır, 2 də buradadır. Deməli, 5 dənə hidrogen olmalıdır. NH4 yazdım. Oksigen var. O və OH şəklində aldım. Yəni, NH4OH-ı almış olduq. Üçüncüyə baxsaq, kalium üzərinə gəlsin kükürt. Kaliumun kükürtlə reaksiyası nəticəsində isə alınacaq uşaqlar nə? Kalium 2S. Çünki kaliumun özü 1 valentlidir. Kükürt özü isə ən kiçik valentli 2 valentlidir. Buna görə də nə edəcək uşaqlar? Kalium 2S şəklində olacaq. Bu reaksiya tənliyini də əmsallaşdırsaq, 2 kalium olar. Kükürt də 1 olduğu üçün reaksiya tənliyimiz əmsallaşdı. 5-ciyə baxsaq, alüminium oksigenlə reaksiyası alınır
Alüminium, gəlin istəyirsiniz bunu da baxın uşaqlar. Alüminium özü 3 valentlidir. Oksigen 2 valentlidir. Çarpazlama şərtindən istifadə etsəm, alüminium 2, O3 almış olarım. Reaksiya tənliyini də əmsallaşdırsam, görürəm ki, burada 2 alüminium var, amma oksigenlər uşaqlar, baxın 3 buradadır, 2 buradadır. Əkobu olsa olacaq 6. Buna görə də alüminium 2O3-ün qarşısına 2-ni yazıram. 2-ni vurdum 3-ə, 6 dənə oksigen oldu, düzdürmü? Buna görə də sol tərəfdə də 3 oksigenin qarşısına yazmalıyam ki, 3 vurulsun 2 ilə 6 olsun. Sağ tərəfdə alüminiumun sayı 4 dənədir. Deməli, sol tərəfdə də alüminium sayı 4 olmalıdır. Buna görə də alüminiumun da əmsalını 4 yazdıq. Üçüncü suala baxaq. Kalsium üzərinə gəlinsin H2O, kalsium OH2, kalsium OH2 üzərinə gəlinsin H-xlor, kalsium xlor2 üzərinə gəlinsin H2O-dur. Başlanğıc maddə və reaksiya məhsullarını bizdən istəyir. Uşaqlar, biz nə görürük? Biz görürük ki, kalsium OH2, baxın, həm reaksiya məhsuldur. Baxın, burada həm də nədir? Başlanğıc maddədir. Deməli, zaten bu ortağa kalsium OH2 getməlidir. Buna görə də mən 2-ni yazdım hələ ki ortaya. Daha sonra baxsam, görürəm ki, baxın, suyu nə görürəm? Görürəm, həm başlanğıc maddədir, həm də nədir? Reaksiya məhsuldur. Buna görə də suyu da götürdüm, yazdım ortağa, həm başlanğıc, həm də reaksiya məhsulu olduğuna görə. İndi biz 2 ilə 5-i çıxsaq buradan, 2 ilə 5-i sildim. İndi başlanğıc maddələri baxsam, görürəm ki, kalsium o zaten başlanğıc maddədir. 1-i yazdım bura. Daha sonra baxım görün, başqa nə başlanğıc maddə var? H-xlor görürəm ki, burada nədir uşaqlar? Başlanğıc maddədir. 3-ü də yazdıq bura. 3-ü də yazdıq bura. 1 ilə 3-ü də belə sildik. Reaksiya məhsullarında isə görürəm ki, sadəcə kalsium xlor2 qalıbdır. Buna görə də reaksiya məhsuluna da 4-ü yazmış olduq. 4-cü suala baxaq. Əhəng südünü divara və ağacın gövdəsinə vurduqda tədricən ağarır. Reaksiyanın başlanğıc maddələrinin və məhsullarının adını, formulunu yaz. Uşaqlar, biz nə demişdik? Mövzunu, bu bizim dərsliyimizdə də olan bir sualdır. Əhəng südündən gedir söhbət. Əhəng südünün formulu bizdə kalsium OH2 idi. Kalsium OH2 idi. Havadakı CO2 ilə, yəni karbon qazı ilə reaksiyaya daxil olurdu. Reaksiyaya daxil olması nəticəsində uşaqlar alınırdı nə? Kalsium karbonat üzərinə gəlinsin, suyu əmələ gətirirdi. Suyu əmələ gətirdi. İndi bizdən başlanğıc maddələr və reaksiya məhsullarını istəyir. Biz nə görürük uşaqlar? Biz görürük ki, bu bizim başlanğıc maddələrdir. Yəni, kalsium OH2 ilə CO2, bir dəqiqə, CO2 olacaq başlanğıc maddələr. Reaksiya məhsulları isə olacaq kalsium karbonat, bir də su. Bu qədər. 5-ci suala baxaq. Şəkildə yaşıl rəngli maddə olan malaxitin parçalanması təsvir olunmuşdur. Bu zaman sınaq şüşəsində qara rəngli maddə kuprumol qaldığını, karbon qazı və su buxarının ayrıldığını nəzərə alaraq malaxitin hansı elementlərdən təşkil olunduğunu müəyyən eləməyimizi istəyir. Gəlin baxaq uşaqlar. Görürük ki, sınaq şüşəsində qara rəngli maddə kuprumol qalıb. Düzdürmü? Kuprumol qalıbsa, kuprumolunu yazdım. Daha sonra deyir ki, karbon qazı qalıbdır. Yəni CO2, bir də su buxarlanıb. Yəni H2O. İndi bizdən malaxitin hansı elementlərdən təşkil olunduğunu istəyir. A yazım. Uşaqlar, biz görürük ki, hansı elementlər var? Mis var, yəni kuprum, oksigen var, karbon var və hidrogen var ki, nədir? Bu elementlərdən təşkil olmuş oldu. Daha sonra malaxiti X ilə işarələyərək reaksiya tənliyini tərtib edin. Gəlin tərtib eləyək. X parçalandı. Parçalanması nəticəsində aldıq kuprumonu, aldıq CO2-ni, yəni karbon qazını, bir də aldım suyu. Bununla da reaksiya tənliyini tərtib eləmiş olduq. İndi deyə bilərsiniz ki, bəs müəllim, indi bu malaxiti təbii ki, gələcək mövzularda keçirik. Formul nədir? Malaxitin ümumi formulunu yazıram. İstəyən öyrənə bilər. Kuprum OH 2 dəfə, bir dəqiqə kuprum OH 2 dəfə CO3 şəklində olacaq ki, bu da bizdə malaxitin formuludur. Bu qədər. Keçək 3.2-yə. Maddə kütləsinin saxlanma qanunu
18-ci əsrdə çoxsaylı təcrübələr əsasında maddə kütləsinin saxlanma qanunu kəşf olunmuşdur deyir. Bu qanun necə ifadə olunur? Bu qanun necə ifadə olunur? Əvvəlcə baxaq. Uşaqlar, biz demişdik ki, maddə kütləsinin saxlanma qanunu nə idi? Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabər idi. Daha sonra B variantına baxaq. Kalsiumun oksigenlə reaksiyası nümunəsində qanunu izah et. Gəlin izah eləyək uşaqlar. Baxın. Kalsium neyinir? Oksigenlə reaksiyaya daxil olur. Reaksiyaya daxil olması nəticəsində alınır kalsium oksid. Reaksiya tənliyində əmsallaşdırsam 2 kalsium olar, 2 kalsium O olar və oksigenlər də görürük ki, elə 2-2 şəklində olacaq. İndi bizdən maddə kütləsini saxlama qanunu izah eləməmizi istəyir. Uşaqlar, baxın. Kalsiumun kütləsi neçədir? 40-dır. 2 vurulsun 40, üzərinə gəlsin oksigen kütləsi 32-dir. Alınır. 2 vurulsun 40 üzərinə gəlsin 16 nə qədər eləyir uşaqlar? 56. 56. Aha. Baxsaq, indi görürəm ki, bunu hesablasam 80 üzərinə gəlinsin 32 alınacaq. 12 bir yadda, deməli 112. Buradan da zaten 2-ni də 56-ya vuranda görürəm ki, uşaqlar nə qədər eləyir? 112 eləyir. Bununla da biz maddə kütləsinin saxlanma qanunu zaten izah eləmiş olduq. Çünki reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddənin kütləsinin cəminə bərabər oldu. Daha sonra ikinci suala baxaq. Kolbada reaksiya baş versə də tərəzinin göstəricisi dəyişmir. Nə üçün? Gəlin baxaq uşaqlar. Bizə verib kalsium xlorid. Kalsium xlor 2 üzərinə gəlib, baxın. Natrium 2SO4 var burada, kalsium xlorid var burada. Üzərinə gəlib natrium 2SO4'ü. Reaksiya tənliyi nəticəsində alıb, baxın elə burada da var uşaqlar. Natrium xlor, natriumla xlor gəlir, birləşir. Alınır 2 natrium xlor. Üzərinə gəlinsin kalsium SO4. İndi bizə baxaq görək nə deyir. Deyir ki, kolbada reaksiya baş versə də tərəzinin göstəricisi dəyişmir. Nə üçün dəyişmir? Uşaqlar, biz nə görürük? Biz görürük ki, baxın burada da ağzı bağlı qabdır. İstəyirsiniz fərqli rənglə işarə eləyim. Baxın, burada da ağzı bağlı qabdır və burada da ağzı bağlı qabdır. Ağzı bağlı qab olduğuna görə hər hansı bir qazın ayrılması baş verməyəcək. Qabda da kütləyə görə dəyişiklik olmayacaq. Bununla da zaten biz maddə kütləsinin saxlanma qanunu yenə də təsdiqləmiş oluruq. Çünki qapalı qab olduğuna görə. Üçüncü suala baxaq. Metanın yanma reaksiyasının kürəciklər ilə ifadə olmuş sxemi verilmişdir deyir. Bu sxem maddə kütləsinin qanunu əks etdirirmi? Cavabını əsaslandır. Gəlin buna da baxaq uşaqlar. Biz nə görürük? Görürük metan. Metan nədir? CH4'dür. Üzərinə gəlirəm. Yanma reaksiyası dediyi üçün oksigen alıram. CO2 alıram və su. İndi reaksiya tənliyini əmsallaşdırsam, görürəm 4 dənə hidrogen var, 2 dənə hidrogen var. Deməli, qarşısına 2-ni atdım. Daha sonra 2 vurulsun 1, 2 oksigen burada, 2 oksigen də burada olduğuna görə, deməli 4 oksigen olacaq. Sağ tərəfdə 4 oksigen olduğu üçün, sol tərəfdə də oksigen qarşısına 2-ni atıram ki, 4 oksigen olsun. İndi bizdən sxemə baxmamızı istəyir. Gəlin baxaq uşaqlar. Bu, zaten bu görürəm ki, karbondur. Baxın, bu karbondur. Bircə dəqiqə, əlimdəydi. Deməli, karbondur bu. Hidrogen, hidrogen, hidrogen və hidrogendir. Bunu yazdım. Oksigenlər zaten bu oksigendir. Oksigen, oksigen, oksigen. Deməli, neçə oksigen var zaten? 4 dənə oksigen olduğunu görürəm uşaqlar burada. Daha sonra bunu karbon kimi yazdım. Karbon, oksigen, oksigen. Hidrogen. Aha, baxın burada səhvlik var. Nə baxımdan səhvlik var uşaqlar? Bu hidrogendir, hidrogendir, oksigendir. Amma bizdə H2O-nun qarşısında əmsal olaraq 2 var. Deməli, buna görə də bizdə bundan nə etməli idi? 2 dənə olmalı idi ki, yəni 2 dənə olmalı idi ki, baxın, belə, oksigen, hidrogen və hidrogen şəklində qeyd edilməlidir ki, bizim maddə kütləsinin saxlanması qanunu ödənsin. Buna görə də deyir ki, əks etdirirmi? Xeyr, əks etdirməyəcək. Ona görə də bu qanunu pozulduğu üçün bunu biz belə ifadə elədik. Dördüncü suala baxaq. Reaksiya üçün maddələrin kütləsinin zamandan asılı olaraq dəyişməsi qrafiki verilmişdir deyir. Reaksiyanın söz tənliyini tərtib edin. Gəlin tərtib eləyək uşaqlar. Baxın, bizə nə veribdir? Görürəm ki, reaksiya məhsulu zaman keçdikcə neyiniyib uşaqlar? Biz ümumiyyətlə bilirik ki, reaksiya məhsulu zaman keçdikcə artırdı. Reaksiyaya daxil olan maddələr, yəni başlanğıc maddələrsə zaman keçdikcə azalırdı. Deməli uşaqlar, baxın, nə dedim? Dedim ki, reaksiya məhsulu zaman keçdikcə artır.
Buna görə də bizim reaksiya məhsullarımız nə olacaq? Kalsium O2 ilə CO2 olacaq. Yəni mən reaksiya məhsullarını yazsam, kalsium O2 yazılıb burada uşaqlar. Kalsium O olmalıdır əslində. Kalsium O2 niyə yazılıb? Kalsium O üzərinə gəlsin CO2. Dedik ki, reaksiyaya daxil olan maddələrsə, yəni başlanğıc maddələrsə zaman keçdikcə azalacaq. Biz də görürük ki, kalsium karbonat zaman keçdikcə azalıb. Buradan da kalsium CO2 yazdım. İndi bizdən reaksiyanın söz tənliyini tərtib edin deyir. Zaten reaksiyanın söz tənliyi olacaq uşaqlar. Kalsium karbonat, istəyirsiniz onu heç yazmayayım. Yəni kalsium karbonat parçalanması nəticəsində kalsium oksid və karbon qazını əmələ gətirmiş oldu. Daha sonra nə deyir bizə? A, B, C üçün doğru olan münasibəti müəyyən edin. Gəlin müəyyən eləyək uşaqlar. Biz nə gördük? Gördük ki, kalsium karbonat C-dir. Müəyyən bir nöqtədən başladı, azalmağa doğru getdi. Ona görə də C-ni yazdım. Reaksiya məhsulları isə zaman keçdikcə artırdı. Yəni A da B də nə edəcək uşaqlar? Zaman keçdikcə artacaq. Buna görə də parçalanması nəticəsində A üzərinə gəlsin B-ni əmələ gətirəcək. Baxaq görək burada nə var? Deməli, C bərabərdir. A üzərinə gəlsin B. Zaten baxın birinci doğru olacaq. C bərabərdir. A üzərinə gəlsin B oldu. B bəndində olan cavabı əsaslandır deyir. Zaten uşaqlar biz nə dedik? Maddə kütləsinin saxlanma qanununa görə dedik ki, reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələrinin cəminə bərabər olurdu. Yəni cavabını əsaslandır o deməkdir ki, maddə kütləsinin saxlanması qanunu burada ödənmiş olur. 5-ci suala baxaq. Reaksiya üçün maddələrin kütləsinin zamandan asılı olaraq dəyişməsi qrafiki verilmişdir. Maddə kütləsinin saxlanma qanununa əsasən reaksiya nəticəsində alınan CO2-nin kütləsini qramla hesabla. Gəlin hesablayaq uşaqlar. Baxaq görək nə var bizdə. Aha. Biz nə görürük? Görürük ki, CH4 var bizdə, oksigen var və H2O var. Buna görə də biz əvvəlcə reaksiya tənliyini yazsaq, reaksiya tənliyini yazmamışdan qabaq biz də qeyd eləmişdik ki, reaksiyaya daxil olan maddələr zaman keçdikcə azalırdı, reaksiya məhsulları isə zaman keçdikcə artırdı. Buna görə də uşaqlar, oksigen ilə CH4 nə olacaq? Başlanğıc maddə olacaq, su isə reaksiya məhsulu olacaq. İndi biz reaksiya tənliyini tərtib eləsək, CH4 üzərinə gəlsin O2, alınacaq CO2, təbii ki, burada görürük ki, CO2 yoxdur. Alınacaq su. İndi biz zaten CO2-ni tapmalıyıq. Bizə verib CH4-ü nə qədər verib uşaqlar? Gəlin baxaq. 20-də başlayıbdı. Nəyə inibdi? Gəlib 4-ə qədər düşübdü. Yəni CH4 20-də başlayıb 4-də dayanıbsa 16 qram CH4 reaksiyaya daxil olmuş olacaq. Buna görə də 16-nı gətirdim yazdım CH4-ün aşağısına. Oksigenə baxsam, oksigen zaten 70-də başlayıb, baxın 70-də başlayıb, bu da gəlib düşüb nəyə uşaqlar? Baxın 6-ya. 70-də başlayıb 6-da dayanıbsa 64 qram oksigen də nə edəcək uşaqlar? Reaksiyaya daxil olacaq. Buna görə də oksigen də 64 qeyd elədim. Suya baxsam, su isə 0-da başlayıb 36-da dayanıb, deməli 36 qram su alınıbdı, 36-nı da qeyd elədim onun aşağısına. İndi bizdən CO2-ni zaten istəyir uşaqlar. CO2-yə də X qoysam, maddə kütləsinin saxlanma qanununa görə reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütləsinin cəminə bərabərdir. Yəni 16 üzərinə gəlsin 64 bərabərdir X üzərinə gəlsin 36-ya. Buradan da X-i hesablasam uşaqlar. 16 üstə gəlsin 64 eləyəcək 80. 80-dən də 36-nı çıxsam 4, 44 qram olacaq. Daha sonra görə bizə nə deyir? Reaksiya nəticəsində alınan CO2-nin kütləsini hesablayın deyir. Elə uşaqlar nə olacaq? 44 qram olacaq. 6-cı sualda baxaq. 13,8 qram A, 7,2 qram B maddəsi tam sərf edilməklə reaksiyaya daxil olduqda 14,8 qram C və 5,2 qram D maddəsi əmələ gəlir. Maddə kütləsinin saxlanma qanunu bu reaksiya üçün ödəndiyini izah et. Gəlin izah eləyək uşaqlar. Deyir ki, A maddəsi B maddəsi ilə reaksiyaya daxil olur, C ilə D-ni əmələ gətirir. A maddəsi bizdə 13,8 qramdır. B maddəsi 7,2 qramdır. C olacaq 14,8. D də olacaq 5,2. Cəmləsək bunu uşaqlar. Baxsam görürəm ki, bunu hesablasam nə qədər eləyir?
Deməli 12, 19, 20 qram buradadır. Bunu da hesablasam görürəm ki, 20 qram da burada olacaq. Deməli, zaten maddə kütləsinin saxlanma qanunu nə edəcək? Ödənəcək. Çünki reaksiyaya daxil olan maddənin kütləsinin cəmi reaksiyadan alınan maddənin kütləsinin cəminə bərabərdir. Daha sonra baxaq görək nə yazıb bizə. Qrafikə reaksiyaya daxil olan və alınan maddələrin kütləsinin zamandan asılı olaraq dəyişmə əyrilərini çək. Gəlin çəkək uşaqlar. Biz nə dedik? Dedik ki, A və B maddələri nədir? Reaksiyaya daxil olan maddələrdir. Biz də qeyd eləmişdik ki, reaksiyaya daxil olan reaksiya məhsulları zaman keçdikcə artırdı, reaksiyaya daxil olan maddələr isə zaman keçdikcə azalırdı. Yəni A və B maddələri reaksiyaya daxil olduqlarına görə müəyyən bir nöqtədən başlayaraq azalacaq. Bizə verilən nöqtə zaten A üçün 12,8 qramdır. A üçün, gəlin biraz yaxınlaşdırım, 13,8 qramdır. Baxın, buradan başlayıram, aşağıya doğru istəsən demə azaltdım. Bu oldu bizim üçün A. B üçün nə qədər verib? 7,2 qram. 7,2 qramdır. Deməli, buradan başlayıram, buradan başlayacağım, azaldacağım daha da aşağıya doğru. Bu da olacaq, bizdə elə bilin ki, uşaqlar, bax, bu da oldu B. Ondan sonra bizə C və D üçün də dedik ki, reaksiya məhsullarıdır. Reaksiya məhsulları da müəyyən bir nöqtədən, yəni sıfırdan müəyyən bir nöqtəyə qədər neyəcək? Artmağa başlayacaq. C üçün verib 14,8 qram. Gəlin onu fərqli rənglə qeyd edeyim. Yəni C hardasa gələcək çıxacaq. Burada 12,8 qram idi. 14,8 qram. Baxın, buradan gələcək baş təxmini 14,8 qram olacaq. Yəni 15-in biraz aşağı kimi nəzərdə tutun uşaqlar. C oldu burada. Ondan sonra da biz D-yə də baxsam, D də zaten 5,2-də dayanıbdır. Sıfırdan başlayacaq. Bu da hardasa 5,2-də dayanmış olacaq. Bu qədər. Ümid edirəm izahım aydın oldu uşaqlar. Kanala dəstək olmaq üçün videonu bəyənib, rəy yazıb, abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.